Salam, hər vaxtınız xeyir. Coğrafiya 7-ci sinif iş dəftərində sualtı dünya haqqında nə bilirik mövzusu ilə bağlı tapşırıqlara baxarıq. Birinci tapşırığımızda okean dibinin relyefinə aid tapşırıqları yerinə yetir. Okean dibinin relyef formalarını şəkildəki rəqəmlərə uyğun olaraq yaz. İlk olaraq burada bir novu göstərir. Birə nov yazarıq. Əgər 5-ə baxsaq, 5 orta okean dağ silsilələridir. Dağ silsilələri yaza bilərik. Tam burada doğru göstərilmir. Əslində biraz burada olmalıydı. Amma orta okean dağ silsilələridir. Daha sonra 4 şelfdir. Şelf zonasıdır. Daha sonra 2-yə baxsaq, 2 rift dərəsidir. Rift dərəsi. 3 rəqəminə baxsaq, bunlar abissal düzənliklərdir. Yəni hamar abissal düzənliklər. 6 rəqəmi də burada kontinent yamacıdır. Kontinent yamacı. Müəyyən etdiyin relyef formalarının hər birinə aid bir xüsusiyyət yaz. İlk olaraq 1-ə baxaq. 1 novdur. Nov dərin çökəkliklərdir. Okeanda olan dərin çökəkliklərə. Litosfer tavalarının, yəni okean tavası ilə kontinent tipli litosfer tavalarının toqquşma zonasında yaranan dərin çökəkliklərdir. Okean və kontinent tipli tavalarının toqquşmasında yaranır novlar. Daha sonra 2 rift dərəsi idi. Rift dərəsi orta okean dağ silsilələri boyunca, belə deyək, orta okean dağ silsilələrinin mərkəzi boyunca uzanan dərin dərələrdir. Yəni tektonik çat zonasıdır. Tektonik çatlardır. Tektonik çatlar. Daha sonra abissal düzənliklər dünya okeanının əsas hissəsini təşkil edir və dünya okeanında belə deyək, okean tipli yer qabığı olan ərazilərdə hamar olan relyef formasıdır. 4 rəqəmi şelfdir. Şelf okeanı, yəni okeanın quru ilə, belə deyək, quru okeanın, yəni 200 metr sərhəddən 200 metr sahili boyu əraziləri əhatə eləyir. Yəni qitələrin sahil zonasını əhatə eləyir və 200 metrlik bir sahəni əhatə eləyir. Daha sonra 5 rəqəmi dağ silsilələrdir. Dağ silsilələr litosfer tavalarının ayrılması zonasında əmələ gələn silsilələrdir. Vulkan püskürməsindən əmələ gəlir. 6 da kontinent yamacıdır. Kontinent yamacı da şelf zonasından sonra meyilli olan ərazilərdir. Yəni qitələrin su altında qalan hissələridir. Kontinent yamacı da daha çox 1000-1500 metr dərinliyə qədər olan sıldırımlı yamac formasındadır. Bunlar da kontinent yamacıdır. Şəkildə verilən coğrafi obyekt haqqında 3 fikir yaz. Şəkildə verilən coğrafi obyekt Marian çökəkliyidir. Dünyanın ən dərin çökəkliyidir. Sakit okeanda yerləşir. Bunu yaza bilərik. Litosfer tavalarının toqquşma zonasındadır və dərin, dünyanın ən dərin dərəsi hesab edilir. Yəni. Dünyanın fiziki xəritəsindən istifadə edərək okeanlara aid tapşırıqları yerinə yetir. Okeanların ən dərin məntəqələrini tapıb cədvəldə yaz. Əgər okeanlara baxsaq, Sakit okeanda Marian çökəkliyidir. Atlantik okeanın ən dərin nöqtəsi Puerto Rico çökəkliyi yaza bilərik bura. Puerto Rico çökəkliyi. Puerto Rico çökəkliyi, yəni novunun dərinliyi 8742 metr göstərilir. Şimal buzlu, yəni Arktik okeana biz yaza bilərik ən dərin çökəkliyi kimi Nansen və yaxud Qrenlandiya dənizini. Qrenlandiya dənizində Nansen çökəkliyi. Bunun dərinliyi də 5527 metr təşkil edir. Hind okeanında Zond çökəkliyidir. Zond çökəkliyi dərinliyi 7729 metr təşkil edir. Və Cənub okeanında ən dərin çökəkliyi Cənubi Sendviç çökəkliyidir. Bu da ki 8425 metr göstərilir. Müəyyən etdiyi məntəqələri adlarını xəritə sıxım üzərində yaz. İlk olaraq Marian çökəkliyi. Marian çökəkliyi 1 rəqəmi ilə yazdığım yerdə yerləşir. 2 Puerto Rico'dur. Puerto Rico 2 yazdığım yerdə. 3 Qrenlandiya dənizi 3. Yəni belə deyək, Şimal buzlu okeanında. 4 Zond çökəkliyidir. Buradadır. 4. 5-dəki Sendviçdir. O da burada yerləşir. Cənub okeanı, yəni bu hissədə yerləşir.
Dünya okean relyefinə aid ifadələrdə yanlış sözləri müəyyən et. Dünyanın ən dərin okeanı Atlantik okeandır. Yanlışdır, sakit okean olmalıydı. Ən böyük okean sakit okeandır, doğrudur. Ən uzun dağ sistemi Hind okeanının mərkəzindən keçir. Xeyr, okeanda ən uzun dağ sistemi Atlantik okeanındadır, bu yanlışdır. Ən geniş şelf zonası Cənub okeanında yerləşir. Xeyr, bu da yanlışdır. Ən böyük geniş şelf zonası Şimal buzlu okeanda yerləşir. Şimal buzlu okeandadır. Arktik okeanın suları üç okeanın suları ilə birbaşa əlaqələnir. Arktik okeanına baxsaq, həm sakit okeandan, həm Atlantik okeandan əlaqəlidir. Yəni 2 okeandan əlaqəlidir. Ona görə 3 yox, 2 olmalıydı. Ən geniş abissal düzənliklər Atlantik okeanın dibindədir. Xeyr, ən geniş abissal düzənliklər sakit okeanın dibindədir. Sakit okean daha böyük, geniş sahədir. Ona görə sakit okean düzgün cavabımız olacaq. Ümumiləşdirici tapşırıqlara baxaq. Verilmiş ifadələrə uyğun relyef formalarının adlarını yaz. Dünyada ən uzun dağ sistemi Ant Kordilyer, yəni Kordilyer Ant dağ sistemidir, yəni Ant dağlarıdır. İki qitəni ayıran qədim dağ sistemi Ural dağlarıdır. Avropa, Asiya qitələrini ayırır. Yerləşdiyi qitənin şərq hissəsi boyunca uzanır və qədim dağ hesab edilir. Bu böyük su ayırıcı dağlardır. Böyük su ayırıcı dağlar Avstraliya qitəsinin şərqi boyunca uzanır. Hindistan tavası ilə Avrasiya tavasının toqquşmasında yaranıb ən hündür dağlardır. Əlbəttə ki, Himalay dağlarıdır bunlar. Ən hündür zirvəsi Akonkaguadır. Bu An dağlarıdır. Bu vulkanik dağ Afrika qitəsinin ən hündür yeridir. Əlbəttə ki, Kilimanjaro. Avropanın ən hündür zirvəsi bu dağlarda yerləşir. Söhbət Alp dağlarından gedir. Amazon çayının akkumulyasiyasından yaranan bu düzənlik həm şimal, həm də cənub yarımkürələrində yerləşir. Bu Amazon ovalığıdır. Ekvator kəsir. Asiyada yenidən törənmiş dağlar hesab edilir. Bunlar Tian Shan, Altay və Sayan dağlarıdır. Bu düzənlik Mississippi çayının akkumulyasiyası nəticəsində yaranmışdır. Əlbəttə ki, burada Mississippi ovalığından söhbət gedir. Verilən xüsusiyyətlərin aid olduğu relyef formalarına qeyd edilən hərflərlə uyğun xəritə üzərində işarələ. Gəlin xəritə üzərindən bir-bir göstərək. Birinci olaraq dünyada ən uzun dağ sistemi hesab edilir. Kordilyer An dağlarıdır. Yəni göstərdiyimiz bu A-dır. Daha sonra B ilə iki qitəni ayıran qədim dağ sistemidir. Bu Ural dağlarıdır. B. Daha sonra C. Yerləşdiyi qitənin şərq hissəsi boyunca uzanıb ən qədim dağ hesab edilir. Bu böyük su ayırıcı dağlardır. C. Daha sonra Hindistan tavası ilə Avrasiya tavasının toqquşmasında yaranan dünyanın ən hündür dağları. Bunlar Himalay dağlarıdır. D. Daha sonra Y. Ən hündür zirvəsi Aconcagua dağıdır. Bu əlbəttə ki, An dağlarıdır. Y. Və Aconcagua zirvəsi burada yerləşir. Vulkanik dağ Afrika qitəsinin ən hündür zirvəsidir. Kilimanjaro vulkanıdır. Buraya F yazarıq. Avropanın ən hündür dağı G ilə, yəni burada yerləşir. Amazon çayının akkumulyasiyasından yaranan bu düzənlik həm yəni Amazon ovalığından söhbət gedir. Buraya yaza bilərik. Yəni Alp dağlarında ilə burada G ilə göstərək. Asiyada yenidən törənmiş dağlar, yenidən törənmiş dağlara bu xətt boyunca I yaza bilərik. Bu düzənlik Mississippi ovalığı, bu da burada J yaza bilərik. Mississippi ovalığı bu hissədə, bu zonada yerləşir. Verilmiş qitələri, onlara aid olan xüsusiyyətləri birləşdir. Sahəsinə görə ən böyük qitədir və sahillərini 4 okean yuyur. Sahəsinə görə ən böyük qitə Asiya qitəsidir. Burada da Asiya qitəsi ən sonuncu şəkildə göstərilib. Burada Asiya qitəsi olacaq. Ən sonuncu şəkildə də göstərilib. Dünya xəritəsində formasına görə üzüm salxımına bənzəyir və inklərin vətəni Machu Picchu burada yerləşir. Bu Cənubi Amerikadan söhbət gedir. Və burada aid olacaq Cənubi Amerikaya. Cənubi Amerika yaza bilərik bura. Atlas dağları bu qitədədir. Əlbəttə ki, söhbət Afrikadan gedir. Afrikaya gedəcək. Ərazisində Cavan dağı yoxdur. Sahəsinə görə ən kiçik qitədir. Əlbəttə ki, söhbət Avstraliyadan gedəcək.
Buraya yaza bilərik Avstraliya. Şimal hissəsində qədim dağlar olan Skandinaviya yerləşir. Skandinaviya dağlar bildiyimiz kimi Avropadadır. Burada da Avropa ən birinci, yox, ikinci xəritədə göstərilmişdir. Burada göstərilib Avropa və bu da Skandinaviya dağlarıdır. Cənub qütbündə yerləşən bu qitə Cənub okeanı ilə əhatə olunmuşdur, Antarktidadır. Ən dərin yeri ölüm dərəsidir. Əlbəttə ki, yumşaq sular yumşasında dünyanın ən dərin kanyonları yaranır. Bu da Şimali Amerikada olacaq. Yəni Şimali Amerikanı da göstərək. Bu da Şimali Amerikadır. Ən dərin yeri də ölüm dərəsi hesab edilir. Anlayışların izahını yaz. Şelf qitələrin sahil boyunca, okean sahili boyunca 200 metr məsafədə olan okean dibinin relyef formalarından biridir. Denudasiya meyilli ərazilərdə süxurların xarici proseslər nəticəsində dağılıb bir yerdən başqa yerə aparılmasıdır. Abissal düzənliklər isə okean dibinin 70%-ni tutan hamar düzənliklərdir. Azərbaycanın qonşu ölkələrlə sərhəddə yerləşən dağ silsilələrinin adlarını yaz. Respublikamızın İranla sərhədində Talış, Ermənistanla sərhədində Dərələyəz, daha sonra Zəngəzur, daha sonra Şahdağ silsiləsi yerləşir. Rusiya ilə sərhədimizdə isə Sudur silsiləsi, həmçinin Baş su ayrıcı və yaxud Baş Qafqaz silsilələri yerləşir. Dünya okeanı hissələrinə aid esse yaz. Sakit okean ən böyük okeandır. Bunu yaza bilərik bura. Okeandır. 4 yarımkürədə yerləşir. Sakit okean ən dərin yeri Marian çökəkliyidir. Marian çökəkliyində 11.022 metr təşkil edir. Həmçinin Sakit okean Şimali Amerika, Cənubi Amerikanın qərb hissələrini, Asiyanın, Avstraliyanın şərq hissələrini yuyur. Daha sonra Atlantik okean sahəsinə görə ikinci ən böyük okeandır, ikincidir. Ən dərin yeri Puerto Rico çökəkliyidir, 8742 metrdir. Atlantik okeanda, yəni uzunsov formada şimaldan cənuba doğru uzanır. Digər okeanlarla sıx bir əlaqəsi var, belə deyək ki, digər okeanlarla daha açıq bir əlaqəsi var. Həmçinin Atlantik okeanına aid xüsusiyyətlərə biz yaza bilərik ki, o da 4 yarımkürədə yerləşir. Həm Qrinviç, həm də ekvator xətti onu kəsir. Hind okeanı sahəsinə görə üçüncüdür. Ən dərin çökəkliyi Zom çökəkliyidir. Hind okeanı 3 yarımkürədə yerləşir. Tamamilə şərq yarımkürəsində, yəni Qrinviçdən şərqdə və ekvatordan həm şimalda, həm cənubda yerləşir. Afrikanın şərq, Asiyanın cənub və Avstraliyanın qərb sahillərini yuyur. Arktik okean sahəsinə görə ən kiçik okeandır. Ən dərin çökəkliyi Qrenlandiya. Qrenlandiya dənizində Nansen çökəkliyidir. Arktik okean şimal qütbünün yerləşdiyi okeanlardan biridir. Soyuq, yəni temperatur daha aşağıdır, buz səthi ilə örtülmüşdür. Arktik okean Şimali Amerikanın, Avropanın və Asiyanın şimal hissələrini yuyur. 3 yarımkürədə yerləşir. Həm şərq, həm qərb, həm də şimal yarımkürəsində yerləşir. Cənub okean Antarktida materiki boyunca uzanır. Cənub okeanın ən dərin yeri də Cənubi Sendviç çökəkliyidir. Antarktida boyunca uzanan bu okean yalnız Antarktidanın sahillərini yuyur. Burada da şimali Arktik okeanda olduğu kimi temperatur aşağıdır. Əsasən bir hissəsi də buz bağlamışdır.